vətəndaşları irgəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər, məmurlar öz yerlərini bilsinlər. Mənim hərdən nastroyenim olmadan prezidentin bu danışıqlarına qulaq asıram. Həqiqətən mənim üçün terapiya kimi gəlir. Dünya liderləri öz insanlarının üzünü güldürmək üçün onların maaşlarını qaldırırlar, pensiyalarını qaldırırlar, uşaq pullarını qaldırırlar, onların problemlərini həll edirlər. Bizim prezidentimiz də çıxır boş-boş danışır. Adam da baxır deyir ki, ay Allah biz neyniyək, bizim günahımız nədir ki biz Azərbaycanda doğulmuşuq, biz Azərbaycanda yox. Və ona görə deyirəm ki, cənab prezident, nə olar, xahiş edirik sizdən. Bir dəfə ciddi bir mövzu ilə danışın, bir dəfə bir ciddi qərar qəbul edin, bu insanları da bu bəladan qurtarın da. Vallahi sizin danışıqlarınıza baxanda Allah stolun üstündə tabaka belə olsa onun gülməyi gələr. Nə bilim Allah kömək olsun millətimə.